Bəs immuniteti salan nədir? İmmuniteti salan da aşırı dərəcədə orqanizm yormaqdır. Orqanizmdə elementlərin, vitaminlərin müəyyən çatışmamazlığıdır. Və yaxud da ki, orada nisbi su, duz, yağ, karbohidrat, zülal münasibətlərin pozulmasıdır. Yəni, sən aşırı dərəcədə orada bölgü var. Böyük bir hissə təbii ki, karbohidrat qəbul olunmalıdır. Hansı faizdə yağ qəbul olunmalıdır, hansı faizdə zülal qəbul olunmalıdır. Və bir mənalı şəkildə də o faiz pozulanda da yenə orqanizm öz oxundan çıxır. Yəni, normal orqanizm fəaliyyət göstərə bilmir. Mən hər zaman deyirəm ki, çalışın, qazana girməmiş yeməyi çoxaldır. Elə yeri gəlmişkən, bizim tanınmış klarnet ustası, Vüsal bəyin atası Ramiz bəy Gəncə şəhərində yaşayır. Söhbət edirik, heyran qaldım ki, mən qidamın böyük əksəriyyətini bişməmiş, çiğ qida üzərində qurmuşam. Baxırsan, yaşı var, cavan oğlan kimidir. Yəni, suda qaynayırsa, istənilən qida, onun tərkibi böyük əksəriyyət məhv olur. Vitamini də, elementi də, nəyi də. Bu baxımdan da təbii ki, mütləq mənada nə etmək lazımdır? Qoşmaq lazımdır. Qoşmaq lazımdır ki, insanlarımızın normal qidalanması olsun, normal o elementlərin bir-birinə nisbəti olsun və son nəticədə də orqanizm sağlam olsun. Çünki bol miqdarda biz meyvə-tərəvəz qəbul edirsə, xüsusilə süd turşu məhsulları, qatıq, şor, pendir qəbul edirsə, biz zülalları, heyvani zülallardan keçirirsə, qoz, fındıq, noxud, lobya, təbii, bitki mənşəli zülallara xəstəlik də azalır, qəbizlik də azalır, maddələr mübadiləsi yaxşılaşır, orqanizm güclənir. Çünki o qidaların həzminə orqanizm artıq enerji sərf eləmir. Artıq enerji sərf eləməndə də orqanizm güclü qalır, immunitet yuxarı olur. Bu baxımdan da dediyim kimi, mütləq mənada qidalanma, həyat tərzi, bol miqdar su və hərəkətdə də mütləq mənada gündəlik insanların rejimi olmalıdır. Mən uzun